Əsrin fəlakəti adı verilən və 10 minlərlə insanın ölümünə səbəb olan zəlzələ onsuz da Türkiyədə bu mövzuda, xüsusən də İstanbul üçün ciddi narahatlıq yaratmışdı. Ötən gün baş verən 6,2 ballıq zəlzələ məsələnin ciddiliyini sanki bir daha beyinlərdə yenilədi. Bundan sonra nə olacaq və qardaş ölkə hansı tədbirləri planlayır? İndi Türkiyədən bizlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Yalçın Tahiroğlu bu barədə bizə məlumat verəcək. Yalçın, siz də salamlayırıq efirimizdə. Məlumatlar sizdədir, söz sizdədir, buyurun. Bəli, Mümtaz, dünən İstanbulda ard-arda qeydə alınan yeraltı təkanlar zəlzələ mövzusunu qardaş Türkiyədə yenidən gündəmin əsas mövzusuna çevirdi. İnsanlar arasında müəyyən təşviş yaşandı. 100 mindən artıq insan gecəni parklarda, çadırlarda, küçələrdə, öz evləri ilə müqayisədə daha təhlükəsiz binalarda, məscidlərdə, kitabxanalarda, ictimai yerlərdə keçirdilər. Gecəni küçələrdə, parklarda keçirən insanlar üçün hava şəraitinin soyuq olması əlavə çətinliklər yaratdı. Əslində insanların təşvişə düşməsi də anlaşılandır. Çünki hələ də Türkiyədə əsrin fəlakətinin 2023-cü il 6 fevral zəlzələsinin cəmiyyətdə yaratdığı travma hələ də öz təsirini qoruyur. İnsanların çoxu bu travmadan azad ola bilməyiblər. İndi insanlara əsas bir məsələ, bir sual düşündürür. Dünən İstanbulda qeydə alınan yeraltı təkanlar İstanbul üçün, Mərmərə bölgəsi üçün mütəxəssislər tərəfindən proqnozlaşdırılan böyük zəlzələ baxımından nəyi ifadə edir? O riski daha da artırırmı, yoxsa azaldırmı? Bu məsələdə də elm adamları, mütəxəssislər iki cəbhəyə bölünüblər. Bəziləri hesab edirlər ki, şiddətli zəlzələ hələ də qarşıdadır. Digərləri hesab edirlər ki, dünən baş verən zəlzələ, yeraltı təkanlar bu zəlzələnin gücünü və zamanlaması baxımından riskləri bir xeyli azaldıb. Bütün hallarda dövlət öz tədbirlərini görür. Prezident Rəcəb Tayyib Ərdoğan göstərişlərini verir, hökumət nümayəndələri bəyanatlar, açıqlamalar verirlər. Bugün dövlət başçısı özü də bu mövzuya yenidən toxundu, bildirdi ki, İstanbulda köhnə, yararsız binaların sökülüb yerində yeni, təhlükəsiz, dayanıqlı binaların tikilməsi ilə bağlı layihəni sürətləndirmək lazımdır. Söhbət İstanbul üçün 1,5 milyon 1,5 milyon binadan gedir. Qəza vəziyyətində və yaxud riskli hesab edilən binaların sökülüb yerlərində yeni müasir tikililərin insanlara təhvil verilməsindən gedir. Dövlət başçısı bildirdi ki, yaxın günlərdə bu məsələ hökumətin toplantısında ətraflı müzakirə ediləcək və ondan sonra ictimaiyyətə bu haqda geniş məlumat veriləcək. Bu sahədə Türkiyədən çatdıra biləcəklərim bundan ibarətdir. Söz yenidən sizdədir, Mümtaz.